1717-ci ildə bir London qəhvəxanasının sahibi Thomas Twining adı sizə tanış gəlir. İndiyə qədər də bu marka adından çaylar var. Twining qəhvəxanasının tam yanında qadınlara özəl, xüsusi, yəni yalnız qadınların girə biləcəyi və yalnızca çay satan bir dükkan açdı. Qadınlar bilirsiniz ki, yalnız erkəklərə açıq olan qəhvəxanalardan çay ala bilmirdilər. İngiltərədə Fransadan fərqli olaraq qəhvəxanalara qadınlar girə bilmirdi. Digər ev ehtiyacları ilə bərabər də bahalı çay almaq üçün xidmətçiləri göndərmək istəmirdilər evin xanımları. Çünki bu onlara böyük bir miqdarda pul əmanət etmək deməkdir. Çayın bahalılığı çay qutularına da təsirini göstərdi, yansıdı. Demək, içində çay saxlanılan və yalnızca evin xanımının aça bildiyi kilitli qapağı olan çay qutuları oldu və ancaq Twiningin dükanında qadınlar moda olan bu yeni içkini orada tükətmək üçün bir fincanda çay ala bilirdilər, evdə hazırlamaq üçün də həmçinin quru çay dediyimiz quru yarpağı ala bilirdilər.